27 nömrəli sualda insanın mədə-bağırsaq sisteminə düşmüş 8 dizenteri amöbündən neçə amöb əmələ gələcək? Ümumiyyətlə bir sista düşürsə 4 nüvəli olur bu. Və sondan bu bir sistadan 8 dənə nə olur? Dizenteri amöbü əmələ gəlmiş olur. İndi deyir ki, əgər bağırsaq sisteminə düşmüş 8 dizenteri amöbündən, yəni sistasından belə çıxır da, 8 sistadan birdən əgər 8 əmələ gəlirsə 8-dən də x əmələ gələcək. Buradan da x'imiz olacaq 64. D variantı. 28-ci sual. İnsana Suqamisu xəstəliyini yoluxdurur. Bu köhnə dərsliklərdə bu sual götürülürdü. Hazırda təzə dərsliklərdən çıxarılıb. Amma bunu törədənlər, daha doğrusu yoluxduranlar bu xəstəliyi törədən düzgün çıxmır. Qırmızı bədən gənələr olurdu. C bəndi. Sporlar tipinin nümayəndələrinin törətdiyi xəstəlikdir. Liamblioz xeyr. Diyan bir dəqiqə buna diqqətlə baxa. Bəli, liamblioz xeyr. Leishmanioz xeyr. Toksoplazmozu götürə bilərik. Enterobiyozu götürə bilmərik çünki bu artıq sap qurtlarındır. Fasilyoz yastı qurtlarındır. Liambliozla leishmaniozu niyə götürülmür? Bunlar sarkomastigoforlar tipinin parazit nümayəndələridir. 30-cu sualla baxaq. Toksinlər neçə cür olur? Təbii ki, 2 cür olur. Endotoksinlər və bir də eksotoksinlər. Deməli, bu qədər epidemiologiya suallarını yekunlaşdırdıq. Bir daha sağ olun və sonda bunu deyək ki, YouTube kanalına abunə olub, videoları bəyənib və paylaşmağı zəhmət olmasa unutmayın.